Məsələn, deyək, çalışaq ki, sözümüzlə əməlimiz danışdıqsa, bilək ki, əməl eləmək lazımdır. Çalışdıqca danışdığımızı özümüz əməl eləyək. Dil pəhləvanı olmaq bu zamanda çox asandır. Cəmaatı iyrəndirən hər şeydən dil pəhləvanlarıdır. Çox yorur adamı. Çünki çox dəyərli sözlər danışırlar. Söz görsən zay oldu, getdi. Sonra onu bir dəyərli adam da deyəndə deyilib də bu. Amma bu söz əməlsiz olanda çox pis təsir eləyir, çox pis. Böyük bir zərər vurur bu insanlar cəmiyyətə də, özlərinə də. Dil qabağa getdi, əməl qaldısa bu çox pis xüsusiyyətdir. Ümumiyyətlə, gəlin belə eləyək, nəsihət eləyəndə kimsə özümüzə baxaq. Gəlin sabahdan belə eləyək. Özümüzə baxaq. Demirəm ki, hər dillə əməl arasında uyğunsuzluq, riyakarlıq əlamətidir. Belə bir ittiham eləmirəm. Amma hər halda pis halətdir. Adam danışsın, öz əməl eləməsin. Əməllə sözün ziddiyyəti insan şəxsiyyətini zərbə altına qoyan bir şeydir. İnsan şəxsiyyətini aşağılayan bir şeydir.